Deməli, bu günlərdə bir bəy müraciət elədi mənə, seansa qatılmaq istədi və konsultasiyada məlum oldu ki, bu bəyin həyat yoldaşı 12 illik evlilikdən sonra 2 övladını, oğlunu da götürüb evdən çıxıb və bəy istəmir ki, yəni boşansınlar. Mənə də müraciət eləmək səbəbi o idi ki, yəni mən onlara kömək eləyim, bəy xanımını geri qaytarsın. Belə. Deməli, mən soruşanda ki, yoldaşınız necə biridir? Bəy cavab verdi ki, yoldaşım çox aqressivdir. 2 oğlum var, daima onlarla da mübahisə eləyir, dalaşır. Mən demək olar ki, mən evdə çox az oluram, gündüzlər işdə oluram, axşamlar da işdən yorğun olduğuma görə daha çox dostlarımla vaxt keçib, yəni belə deyək də, rahatlamağa çalışıram. Ona görə gecədən gecəyə demək olar evə gəlirəm, amma yenə də gələndə görürəm ki, uşaqlarımla mübahisə eləyib, əsəbidir. Evdə atam, anam da var yaşlı, onlarla da əsəbi davranır, gərgin olur, aqressiv olur. Yəni mənim valideynlərimə bir qab yemək verir, ev yığışdırır deyə onlara qarşı əsəbi, gərgin olmağa onun haqqı yoxdur. Uşaqlarım da uşaqdırlar da, oğlan uşağı dəcəl olar. Onun amma yəni aqressiv olmağa əslində haqqı yoxdur. Belə, bunu qoyduq kənara. Yəni indi 12 ildən sonra bu qadın evdən ayrılıb, o uşaqlarını da götürüb gedib. Belə. Mən bəyə bir sual verdim. Xanımınız siz onunla ailə qurmağa hazırlaşanda, onu ilk tanıyanda necə biri idi? Tamam, indini başa düşdük. Bəs onda necə biri idi? Onda çox yaxşı idi, çox mehriban idi, gülər üzü idi. Təxminən mən bir 3-4 il mən əskəriyə getdim, gəldim, biz nişanlı qaldıq falan. Yəni o müddətdə mənə qarşı da, valideynlərimə qarşı da həm mehriban idi, gülər üzü idi, xoş xasiyyəti idi falan falan. Aha. Burada yəni mən кейsin davamını gətirməyəcəm. Burada söhbətimi saxlayıram. Belə. Əziz bəylər və xanımlar, burada sualım sizədir. Sizcə belə bir xanımın dönüşüb bəyin indiki, yəni öncəsi 12 il öncəsində olan xanımın xasiyyətinin 12 il sonra indiki vəziyyətinə dönüşməyində sizcə səbəb nə ola bilər? Çox xahiş edirəm, diqqətlə qulaq asın, bütün danışdıqlarımı, bayaqdan bəri sadaladıqlarıma və rəylərdə sizin münasibətinizi gözləyirəm.